Züleyxa, mən bilmirəm sənin kimi qadınlar olmasaydı, kişilər necə yaşaya bilərdi? İşləri körləyən eşqidir. Elədir. Eşq barəsində o qədər danışırlar ki, ucu bucağı yoxdur. Məhəmmədcan, Can. sən də gedirsən, yoxsa qalırsan kəndimizdə? Qalıram Züleyxacan. Bəli. Cücə demək istədim. Sən mənim cücəmsən. Sən mənim fərəmsən. Züleyxa. Bəli. Mən bilirəm sənin kimi yoldaş tapmaq çətindir. Məhəmmədin yoldaşlığı əzminidir, mətindir. Biz dost olaq, axıracan bir olaq. Həyatda bir yol götürək, əməkdə əl bir olaq. Onun bu sənətdə yaratdığı obrazların əksəri sevib sevilib. Yarı zarafat, yarı ciddi elçilik ediblər. Amma həyatda isə bəlkə də ağlına da gəlməzdi ki, elçiliyə getdiyi qapı düz 15 ildən sonra onun üzünə açılacaq. Cəfəri gəl dayına, niyə yanmısan əli? Nənə, qoy profesorla qohum olum. Bu kəndin cəmaatına turp əkdirəcəm, Bir elə gör o çöpçü səhnənin başına nə oyun açacaq? Yaxşı, bu boxsadakı paltarlar Mirvari xama layiqdirmi? Sən nə danışırsan? Nəyin var sənin dayına? Nənə, bu paltarlar Mirvari xanım geyib. Məclisə çıxsa, toz quşuna oxşayar ya oxşamaz. Vallahi o başın haqqı. Bütün cahılların tamağı düşəcək. Ağzını suya. Söz danışdın da. Deyirəm bənd olacaqlar dayına. Digər. Nənə, utanırama. Buyur. Nədən utanırsan nə? Ged elə bir birinci dəfədir evlənir. Beşini alıb boşayıbsən, təzədən utanmağa başlayıbsan. Nənə, qaynatamın zəhmi çox ağırdır. Zəhmi ağırdır. Kişi səni görməkdir. Daha buna nə zəhm, bəri gəlir. Mənimlə dimdiyə döyüşmə. Azərbaycanın ən sevilən aktyoru. Səhnədə güldürməyi bacaran, həyatda isə ciddi, hər kəsə əl tutmağı, xeyirxahlığı ilə ad çıxaran Lütfəli Abdullayevin sevgi tarixçəsi uzun illərin sınağından çıxan münasibətlərdən soraq verir. O sənətdə tanınsa da, sevilsə də, şəxsi həyatını səhmana sala bilmirdi. Belə ki, nə az, nə çox, düz 15 il Sevdə xanımla ailə quracağı günü gözləyib. Bu o Sevdaydı ki, ana-babası Həsən bəy Ağayev və atası Əhməd bəy Pepinov müthiş 30-cu illərdə xalq düşməni kimi ittihamlanaraq həbs olunub. Onlar bəraət alanda isə Sevdanın artıq 30 yaşı var idi. Elə bu bəraətdən sonra onların qapılarını döyüb, elçi daşının üstündə oturmağa cəsarət edənlər üzə çıxmağa başlasa da, Sevda artıq seçimini etmişdi. Çünki onu elə xalq düşməninin qızı kimi sevib, qəbul edən və bundan qətiyyən ehtiyatlanmayan Lütfəlinin sevgisi adi sevgi deyildi. Onlar köhnə Avropa mehmanxanasında tanış olmuşdular. Böyük Vətən müharibəsi illərində incəsənət əhli xüsusi vəsiqələrlə orada nahar eləyirdi. Lütfəli musiqili komediya teatrının aktyoru kimi, Sevdə isə Azərbaycanın ilk musiqişünas xanımı sayılan Xurşud xanımın vəsiqəsi ilə onun əvəzinə nahara gəlirmiş. Papam anamı görəndə heç bilmirdi kim idi. Kimsə yanındaydı, dedi ki, mən o qızı görürsünüz. Elə hə, mən deyir o qızı alacağım. Hələ nə adını bilirdi, nə bilmirdi hansı ailədəndir. Münasibətləri çox tez yaranır. Sevdə onun rol aldığı hər tamaşaya getməyə başlayır. Uzun praktörün bir kızı var, görmüşsən mi? Yok, necə? Alıram onu. Həyatın için yorak kızım. Kızla səhərdən burada bir kefdeydim. Hayatı olan sen. Heç mənim özümü demirsən, Səhərdən qəşən bir qızla burada bir mazaq döydüm, Gəl məni gör dərdim. Mən elimdə gerək kimdə? Belində ənli qarşı vardı, ayağında diştaban düzdü. Dayan, əynində də qəmminzon. Qəmbinzon nədir? Qəmminzon deyilmir qəmmin. Qəmminzon elə qəmminzondur da. Yox, patonu nətər? Qəmminzon elə şarval köyünə bitişik. O belə şiblə. Sən eləzdi ki var, Görsən ürəyin gedən nənəyin Rədd ola! Qız mənlə səhərdən burada mazaqlaşır,
İndi sən mənə kəri çıxmaq istəyirsən uzun. Çox keçmir ki, bundan xəbər tutan Sevdanın nənəsi Xədicə xanım onların münasibətindən heç də razı qalmır. Lütfəli Abdullayevin bu sevgi ehtirafı əslində dövrü üçün çox cəsarətli bir addım idi. Çünki xalq düşməninin qızı ilə izdivac Lütfəlinin də karyerasını sual altına qoya bilərdi. Xalq düşməni damğası Sevdanın uşaqlığını da əlindən almışdı. O 5 yaşında olanda atası Əhməd bəy Pepinov həbs ediləndə anası Xurşud xanım həyat yoldaşını güdaza verən, vaxtilə Əhməd bəyin keçmiş işçisi olan bir şəxslə ailə həyatı qurmaq məcburiyyətində qalır. Amma ailə bu insanın bədxahlığı haqqında sonradan xəbər tutacaqdı. O zaman isə həbsdə olan Əhməd bəy Pepinovun özü ailəsini xilas etmək üçün Xurşuda xəbər göndərir ki, rəsmən ondan ayrılıb yenidən ailə qursun. Nə qədər ağır olsa da, Əhməd bəy bununla sevdiyi qadını və körpəsini qorumağı düşünürdü. Xurşud elə də edir və bununla da Sevda nənəsinin himayəsinə keçir. Atalığı anasının onlarla tez-tez görüşməsini belə istəmirdi. Nənəsi Xədicə xanımsa heç vaxt qızının bu hərəkətini ona bağışlamır. Sona qədər Əhməd bəyə rəğbətini gizlətmir. Sevda belə bir ailədə böyümüşdü. Ona görə də xalq düşməninin qızına elçi düşmək istəyənlər də ehtiyatlanırdılar. Yaşı 30-u adlayan Lütfəli 1943-cü ildə 18 yaşlı Sevda ilə tanış olanda isə onun üçün bu ehtiyatlılıq, qorxu sadəcə mövcud değildi. Amma buna baxmayaraq onlar ailə qura bilmirlər. Sevdanın ailəsi bu izdivaca razı değildi. Lütfəli elçiliyə gələndə imtina eləyiblər ondan. Ona görə ki, Sevda xanımı ona tay saymırdılar. Sonralar bir neçə dəfə o Şəmsi Bədəlbəylini də gətirmişdi elçiliyə və Xədicə xanım Şəmsi müəllimə dedi ki, sən Bədəlbəylin oğlu, sən utanmırsan kimə görə gəlib məndən qız istəyirsən? Şəmsi də çox pərt oldu. Dedi ki, ay Lütfəli, sən bilirdin ki, qızı sənə verməyəcəklər. Sən nə üçün məni gətirdin, belə biabır elədin? Atam gülə-gülə danışırdı ki, hələ az qalıb Lütfəlini döysün ki, niyə aparmırsan məni ora? Mən biabır oldum. Dedi ki, narahat olma, özləri çağıracaqlar. Amma sonra hər şey yaxşı oldu. Lütfəli mənə dedi, darıxma Şəmsi, hər şey yaxşı olacaq, görərsən. Sevda xanımın anası çox aristokratik bir xanım idi və dedi, mən qızımı aktyora verim, yəni bir əyləncə sənətlə məşğul olan bir insana. Bu, Lütfəli dedim, mən özüm laureant, Stalin premiyanın laureantı idi. Bu zaman artıq Arşın Malalan filmi ekranlardaydı. Sovet İttifaqında ən populyar filmlərdən biri sayılan bu ekran əsərinin yaradıcıları şöhrətin zirvəsində idi. Lütfəli Abdullayev də dövrünün ən böyük mükafatına, Stalin mükafatına layiq görülmüşdü. Sizdəki qonaq sağdır. Bəy onu hələ atmayıb. Uy, Tekir Bey, buralarda da çok herhalde. Koyxanı nifə yapar, tezliklə toy eləsin. Koyxanı nifə yapar, tezliklə toy eləsin. Sən də gəndən alaram, mən də bir bəy olaram. Sən də gəndən alaram, mən də bir bəy olaram. Kulun var. Nə? Kulun var. Var. Kulun var gələrim. Bilirəm gələrsən. Bir neçə il keçir. Vaxtaşırı elçilər Sevdagilin qapısına döyürlər. Heç bir faydası olmur. Nəhayət Lütfəli böyüklərə razılığı olmadan ailə qurmaqda israr edir. Sevda isə razılaşmır. Beləliklə onların yolları ayrılır. Bu dövrdə sanki hər kəs öz həyatını qurur. Lütfəli Abdullayevin qeyri-rəsmi izdivacdan Turqut adlı bir oğlu dünyaya gəlir. Sevda isə xalq düşməninin qızı ittihamı ilə
İş yerini itirmək təhlükəsini dəf etmək üçün ailə qurmalı olur. Və Hacı Murad gəldi mamaya dedi ki, sən o da zabit idi. O dedi ki, sən zabit arvadı olsan, mən sənə kömək edə bilərəm. Və çox təsirlər oldu anama və o razılıq verdi, getdi ona ərə. Doğrudan da mamanı işdə bərpa etdilər. Başladı yenə işləməyə. 6 aydan sonra anam evə qayıtdı. Dedi ki, mən başa düşdüm ki, çox maraqlı, çox savadlı, gözəl, çox gözəl insan idi. 2 metr boyu var idi. Çox gözəl insan idi, kişi idi. Mama dedi ki, mən başa düşdüm ki, mən bu insanı sevmirəm və nə üçün mən onu bədbaxt eləyim? Onu da özündə. Və 6 aydan sonra qayıtdı evə. 57-ci ildə onlar yenə görüşdülər və Eynən Lütfəlinin özünün söylədiyi kimi, Xədicə nənə özü xəbər yollayır ki, Lütfəliyə deyin elçilərini göndərsin. Bu zaman isə Lütfəlinin 44, Sevdanın isə 32 yaşı var idi. Onların toyu da elə bu evdə olur. Bu evdə toy olub, nənəsi gəlməyib. Anam tərəfdən bibisindən başqa heç kim gəlməyib. Mama mənə danışıb ki, mən fikirləşirdim ki, yəqin ki, Lütfəli mənə icazə verməz nənəmlə ünsiyyətdə olum. Yəni 15 il ona belə zülm veriblər, yəni icazə verməyiblər, yaxın buraxmayıblar. Ancaq deyir, toyun səhərsi günü görürəm, deyir, Lütfəli harasa yığışır. Deyirəm, ay Lütfəli, sən hara gedirsən? Deyir, gedim baxım o Xədicə orada neyniyir. Mama deyir, mən məəttər qaldım, dedim ki, yəqin zarafat eləyir. Ancaq doğrudan da hər gün o məşqdən qabaq gedirdi Xədicə xanımın yanına. Soruşurdu ki, bir şey lazımdır. Və mama danışıb ki, Xədicə xanım xəstələnəndə mamadan üzr istəyib, deyib ki, mənim böyük bir günahım var bu dünyada. Mən deyir, mənim günahımdan keç, mən deyir, başa düşmədim Lütfəli kimdir. Onların firavan ailə həyatı təəssüf ki, elə də uzun sürmür. Düz 17 il. Amma qısa olsa da bu 17 il qonaq qaralı, şad-xürrəm və dərin bir sevgi ilə keçib. Bacımla elə böyük sevgi mühitində yaşamışıq. Mən indi ömür yaşamışam, ancaq mən atamla anam olan münasibəti heç kimdə mən görməmişəm. Heç vaxt səs ucalmazdı. Bilirsiniz, bizdə elə bizim həyat tərzimiz qurulmuşdu ki, hər şey atamız üçün. Papa məşqdən qayıdanda biz bacımla birimiz dalaşırdıq ki, papanın tapçıqasını kim aparacaq, pijamasını kim aparacaq, kim ona qulluq eləyəcək. Gəlib 1-2 saat yatırdı. Biz də ikimiz də Bülbül məktəbində oxuyurduq. Dərslərimizi elə qururduq ki, atamız evdə olanda məşq eləməyək, səs olmasın. Elə bizim həyatımız qurulmuşdu. Həddən ziyadə humanist, sadə insanlara arxa durmağı bacaran, günü dostanışla keçən, Lütfəli ilə ömürgün sürmək elə də asan deyildi. Hər gün qonaq qarşılamaq, kiminsə işinin arxasıca getdiyinə görə ailəsinə elə də vaxt ayırmayan, Lütfəlini başa düşmək, sonuçda şəxsi həyatını bir qədər arxa plana keçirmək demək idi. Və nə qədər çətin olsa da Sevda xanım bunu qəbul edə bildi. Çünki onun babası, atası da ömrünü ailəsi üçün deyil, xalqı yolunda şam kimi yandıran ziyalılardan idi. Onları bu məqam birləşdirirdi. Biz səhər oyananda bayırda, siz gördünüz, bizim balkonumuz var. Orada bir 10-15 nəfər dururdu. Növbə tuturdular ki, kimin işini dalayacam, papa gedəcək birinci. Anam üçün bu çox çətin idi. Və anam deyirdi ki, mən elə fikirləşdim ki, biraz keçər, mən hər şeyi necə özüm istəyirəm, elə də eləyərəm. Mama deyib ki, mən başa düşdüm ki, onda Lütfəli olmayacaq. Atamız anamı
hər bir işdən azad eləmişdi. Yəni anamız nə paltar yuyub, nə ev yığışdırıb, bizə baxan da qadın var idi. Bircə mətbəxə baba deyirdi ki, heç kim girməyəcək. Mən indi başa düşürəm ki, o necə də böyük bir əmək idi, böyük zəhmət idi. Baba heç vaxt evə tək gəlmirdi. Həmişə yanında ən azı 5 nəfər var idi. Ən azı bizdə gündə 10-15 nəfər yemək yeyirdi. Hər gün. Heç vaxt mən görmürdüm ki, anamız narahatçılıq eləsin ki, gündə o qədər. Həmişə gülər üz. Həmişə böyük hörmətlə. Atama qarşı hörmət, atama qarşı sevgi, atama qarşı diqqət anamdan hamıya keçirdi. Əlbəttə ki, bizə, ailəyə.